Günahkarlık hissi insanlara xas olan bir hissdir. Yəni bütün insanlarda hansısa formada günahkarlık hissi olur ve bu normal bir şeydir. Yəni insanın insan olmasının, insan olduğunun sebeplerinden biri de məhz onda günahkarlık hissinin olmasıdır. Bu olmasaydı insan insanı öldürərdi, insan insana xəsarət yetirərdi və s. da başa gəlməz şeyler olardı. Yəni günahkarlık hissi hansısa şəkildə bizi formada saxlayır. Ancaq bir də var ifrat günahkarlık hissi. Tutaq ki, insanlar davamlı şekilde özünü günahlandırır ve her şeye göre özünü günahkar hissedir. Deyək ki, az qala yağış yağırsa fikirləşir ki, mənim günahımın səbəbindəndir və yaxud yaxınlarında, övladında, doğmasında, səhətində bir problem olursa fikirləşir ki, bu mənim günahımın ucbatındandır. Buna deyirlər ifrat, günahlandırma. Əlbəttə bu normal bir şey deyil. Və bu zaman keçdikcə insanda müxtəlif psixoloji problemlərin yaranmasına gətirib çıxarır. Biz praktik işdə də, yəni psixoloji konsultasiya prosesində də biz belə hallarına rastlaşırıq ki, deyək ki, tərəf depressiyadadır, özünə qapanması var, ünsiyyət qurmur və görürük ki, səbəb nədir? Səbəb çox zaman, deyək ki, bir hadisə baş verib, deyək ki, övladı boşanıb və yaxud səhətində problem yaranıb, fikirləşir ki, bu mənim günahımın ucbatındandır. Buna görə bu hadisə baş verir, yəni prosesi daha çox böyüdür, şişirdir və nəticədə nə olur? Həm özü narahat olur, eyni zamanda bu narahatçılıq da şübhəsiz ki, ailəyə sirayət edir. Ona görə də günahkarlığın normada olması bizim psixoloji sağlamlığımız üçün vacib bir məqamdır. Günahkarlıq hissi aşağı olarsa, əlbəttə o da yaxşı bir şey deyil. Çünkü insan özünün hərəkət və davranışını kontrol edə bilməz. Günahkarlıq hissi çox olarsa, bu da yaxşı bir şey deyil. Çünkü insan az fəaliyyət göstərər, az işləyər və daha çox öz hərəkət və davranışlarını təftiş etməklə məşğul olacaq. Ona görə də burada qızıl ortanı tutmaq lazımdır. Ramiz Rövşənin məşhur bir şeirində bir bənd var, deyir: hamı günahkardır, ancaq dünyada heç kimin günahı yoxdur. Biz insanıq, günah normal bir hissi, sadəcə onun belə deyək, qədəri bilinməlidir. Çalışmaq lazımdır ki, günah etməyəsən, edəndə də əgər Allah bağışlayırsa, sən də özünü bağışlaya bilərsən. Yetər ki, bu təkrar olmasın.